Salam, xoş gördük. Növbəti podkastla qarşınızdayıq. Bugün qonağım iki qat tələbəmiz Əjdərdir. Xoş gördük Əjdər. Xoş gördük Rüfət müəllim. Zəhmət olmasa qısa təhsil tarixçən haqqında danış, sonra etaplı davam eləyək. Deməli, mənim adım Əjdər Allahverdiyevdir. Hal-hazırda 21 yaşım var. Mənim Ruf Akademiya ilə Rüfət müəllimlə əməkdaşlığım biraz köhnəyə dayanır, yəni belə ən köhnələrdən biri deyə bilərəm. 2019-cu ildə başlayıb həm SAT, həm IELTS-a ilk öncə Rufa gəlmişdim və oradan sonra əvvəlcə Ankara Universiteti Hüquq Fakültəsinə qəbul oldum və orada getdim. Orada 4 il ərzində bakalavriat təhsilimi başa vurduqdan sonra isə Ruf Akademiyasının xaricdə təhsil mütəxəssislərinin köməyi ilə Stockholm Universitetinin beynəlxalq arbitraj hüququ üzrə magistr proqramına daxil oldum və hal-hazırda oranı da başa vurub tezisimi müdafiə edib axırıncı bir aydır Bakıya qayıtmışam. Allah, siz danışanda özümü illərin necə sürətli keçdiyini fərqinə vardım. Zəhmət olmasa bizi izləyən 8, 9, 10, 11-də oxuyan və hüquq yolu düşünən tələbələr və ailələr üçün hansı balları yığdınız? Sonra Ankaraya qəbul prosesində təxmini yadınızda qaldığı qədərilə hansı universitetlər hədəf qrupunuzdaydı? Oradan davam eləyək. Ankaraya qəbul prosesi və Ankaraya qəbul yolu ilə belə deyək. Deməli, əvvəlcə Türkiyədə hüquqa qəbul olmaq üçün bəzi şərtlər var. Onlardan ən əsas xarici tələbələr üçün, misal üçün Türkiyənin yerli tələbələri bizim DİM imtahanına bənzər. Hətta mən daha çətin deyərdim, çünki orada 8 dərs falan var. YKS imtahana girirlər. Bizim kimi xarici vətəndaşlar isə SAT və ya YÖS yolu ilə gedə bilərlər Türkiyəyə. Mən SAT yolu ilə getdim və mən ondan əlavə olaraq qeyd etmək istəyirəm ki, SAT yolundan əlavə də Türkiyə bursları deyə Türkiyə Respublikasının dövlət təqaüd proqramı var. Həm də oranı qazandım. Əvvəlcə SAT balı lazımdır bunun üçün və əgər ingilis dilində, çünki artıq Türkiyədə bəzi yerli dövlət fakültələrində ingilis dili təhsil, misal üçün Ankara hüquqda da ingilis dilində hüquq açılıb. Onlar da ya bir il foundation, ya onların tömər imtahanı və ya TOEFL istəyirlər. Çox maraqlıdır ki, Türkiyədə bir çox istisnalar xaric, Türkiyə dünyada məncə yeganə ölkələrdəndir ki, IELTS-i qəbul eləmir, bir neçə universitet xaric olmaqla. Ona görə də ingilis oxumaq istəyirsə Türkiyədə IELTS verməyin. Mən öncə SAT macəramə başlayanda 10-cu sinif idim və başqa bir kursa gedirdim. Lakin orada belə açıq deyim, adam uğursuzluğuna məncə bölüşməlidir. 1290 və sonra da 1280 toplamışdım və bu biraz az bal idi və məni qane etmirdi. Ona görə də sonra Rufu kəşf etdim və Rufda gəlib bir neçə ay məşğul olduqdan sonra artıq 1450 bal topladım. Sonra make-up imtahanına da girdim, oradan da 1420 topladım 2 həftə sonra. Bəzən dalbadal da ola bilir. Və bu yolla da sənədlərimi verdim Ankara Universiteti Hüquq Fakültəsinə və qəbul oldum. Və o dönəm pandemiya olduğu üçün məndə Türkiyə bursları qəbulu artıq noyabrda falan gəldi. Yəni belə. Türkiyə burslarına müsahibə olmuşdu. Hə? Bəli, müsahibə olmuşdu. Və getdin Ankaraya birinci kurs pandemiya ilə. Bəli, getmədim hətta. Hətta getmədin. Bir il qaldın, yoxsa bir semestr qaldın? Bir il qaldım, bəli. Hətta bir il Bakıdan oxudun. Bəli, hətta bir il yarım qaldım deyə bilərəm. Çünki yarım ildə zəlzələ oldu. Okey. Ümumilikdə Ankara təcrübən, təhsilin keçilmə formatı necə bir təcrübə oldu? Nələrdən məmnun qaldın? Mən Ankara təcrübəmdən kifayət qədər məmnun qaldım. Əvvəlcə mən açıq deyim ki, Ankaraya qəbul olanda bir dilemmadaydım. Çünki mən həm də ölkəmizin DİM imtahanına girmişdim və oradan 658 bal toplamışdım və Bakı dövlətin dövlət sifarişi ilə ingilis dili hüquq fakültəsinə qəbul olmuşdum və bir növ dedim ki, eksperiment edim. O dönəm pandemiya olduğu üçün həm Ankara hüququn dərslərinə, həm də Bakı dövlətin ingilis dili dərslərinə girirdim, əgər üst-üstə düşməsəydi. Və dekabra kimi mən bu formatda davam etdim və sonda Ankara hüququ seçməyə qərara gəldim ki, bir növ daha yaxşı gəldi mənə. Amma bunu da qeyd edim ki, misal üçün mənim qardaşım da, amma o da Bakı dövlət, indi hal-hazırda sabah qruplarında oxuyur, Bakı Dövlət Hüquq Fakültəsinin. Bir növ ailədə diversifikasiya eksperiment etdik. Belə açıq deyim ki,
əgər Azərbaycanda gələcəkdə yaşamaq istəyirsə, ki mən elə idim, Azərbaycanda bakalavriat səviyyəsində hüquq oxumaq daha yaxşıdır. Ümumiyyətlə hüquq digər sahələrdən onunla fərqlənir ki, hər ölkənin öz yerli sahəsi. Məsələn, iqtisadi oxuyanda iqtisadiyyatın təməl qaydaları hər yerdə eynidir və ya mühəndislikdə də, tibbdə də eyni şəkildə. Amma hüquqda əgər öz yerli ölkənizdə qalmaq istəyirsinizsə, xaricilərdə bakalavriatı öz ölkənizdə oxumanız daha yaxşı olar. Amma əgər təbii Türkiyədə yaşamaq istəyirsiniz və ya İngiltərədə yaşamaq istəyirsizsə, onda və ya başqa bir ölkədə, onda o ölkədə oxumağınız daha yaxşı olar bakalavriat səviyyəsini. Amma belə təhsil kifayət qədər keyfiyyətli idi və düşünürəm ki, sosial aktivlik tərəfdən olsun. Misal üçün, mən orada bir çox konfranslara qatıldım. Bu məhkəmə simulyasiyası ingilis dilində, Azərbaycanda bu qədər geniş olmayıb. Ondan sonra bu CESAP beynəlxalq hüquq yarışına qatıldım, beynəlxalq ümumi hüquq üzrə olan. Düzdür, bu Azərbaycanda var. Misal üçün, mənim qardaşım da Vismut beynəlxalq yarışına qatıldı və Viyanaya getdi. O da beynəlxalq xüsusi hüquq arbitrajla bağlıdır Bakı Dövlətin komandasından. Belə sosial imkanlar və ən əsası kampus tərəfdən daha yaxşıdır. Mən istərdim ki, biraz o kampus detallarına da girəsən ki, Əjdər, yataqxanada mı qalırdın, evmi tutmuşdun, evin yataqxananı və ya evi bölüşdürürdünmü və ya single idi, tək mi qalırdın? Çünki bəzən tələbələrə və ailələrə həm də o sosial tərəflər maraqlı olur ki, ümumiyyətlə o həyat, tamam, girdin Ankaraya, hüquqa əla, bir il yarım sonra təxminən getdin və davamı necə cərəyan elədi? Deməli, sözün açığı məndə o detallar kifayət qədər rahat oldu. Deməli, mən Türkiyə bursları dediyim kimi qazandığım üçün elə Türkiyə burslarının təqaüd vermək istəyən sağlamlıq sığortasından və s. əlavə olaraq həmçinin sizə pulsuz şəkildə orada oxuduğunuz 4 il ərzində yataqxana ilə təmin edir. Sonra mən getdim və Türkiyə burslarının yataqxanasına da bir göz gəzdirdim. Lakin detallarını bəyənmədim. Sosioloji cəhətdən biraz daha necə politically correct-mi, mühafizəkar bir yataqxana idi və sahibləri də kifayət qədər ultrakonservativ idi. Bir növ və orada bir çox akt zalında konfranslar falan olurdu. Onlarda iştirak etmək lazımdır falan. Mən biraz belə o qadağalar çərçivəsində bəyənmədim deyə mən Türkiyə dövlətin verdiyi yataqxanadan çıxıb özüm ev tutdum. O da mənim ilk ildə bəxtim o idi ki, mənim kuzenim də, xalam qızı da orada oxuyurdu və bir növ onunla eyni ev tutduq ilk evdə. Belə bunu deyim ki, Türkiyədə bu dəqiqə və o vaxt elə idi. 2023-də, 23-də biraz bir krizis kimi bir şey oldu. Onda əmlak tapmaq çətin idi. Amma Türkiyə o bir ölkələrə baxanda, misal üçün indi bir neçə etap sonra İsveçdən danışacağıq, amma Avropa ölkələrinə baxanda Almaniya olsun, Hollandiya olsun, İsveç olsun, qat-qat daha rahat ev tapa biləcəyiniz bir ölkədir və həm də Azərbaycanlı olduğunuz üçün o qədər də çətin ev vermirlər. Məsəl üçün Avropada falan, İsveçdə non-EU vətəndaşlarına biraz daha çətin çəkilər. Lakin Türkiyədə bu tipli problemlərlə az üzləşirsiniz. Yəni krizis vaxtları xaric kifayət qədər ev tapmaq rahatdır və sözün açığı mən gedəndə də qiymətlər kifayət qədər çox uyğun idi, xüsusən Ankara şəhərində. Amma lakin sonradan Türkiyədə əmlak qiymətləri fantastik şəkildə qalxdı 2022-dən sonra. Belə. Yəni tövsiyəm odur ki, əgər özünüzün şəxsi alanını istəyirsinizsə, ev tutun. Çünki Türkiyədə yataqxanalarda məhdudiyyətlər var ki, saat 11-dən sonra və ya 12-dən sonra, hətta bəziləri ondan sonra gəlmək olmaz. Yoxsa raport yazırlar, töhmət alırsınız, ya valideyninizə şikayət edirlər. Və əgər xüsusən xanımsızsa, xanım yataqxanalarında bu daha sərt tətbiq olunur. Bir də Türkiyədə yataqxanalarda belədir ki, misal üçün Avropada yataqxanalar dediyin sizə bir otaq verilir və siz o otaqda təksiniz. Türkiyədə tək otaqlı, tək qaldığınız yataqxana konsepti çox azdır. Yəni demək olar ki, yoxdur. Çox vaxt 3 nəfər, hətta dövlət yurtlarında bu Türkiyə vətəndaşları üçün 4-6 nəfər belə bir otaqda qalırlar. Lakin belə özəllərdə 2-3 nəfər falan. Tək olanda da zaten tək otaqlı yataqxanada ev qiymətli olduğu üçün özünün sərbəst evində qalmaq daha çox sərf edir. Amma təbii ki, evin də öz ayrı məsuliyyətləri var. Yataqxanada bir otağa nəzarət edirsən, sənin yeməyini də gündə 2 dəfə yurt tərəfindən təmin olunur. Müəyyən qədər fəzləri çox da dadlı olmasa da və ya çox
ağzımızın dadına uyğun olmasa da, amma belə ümumi təmin olunur. Lakin evdə misal üçün öz interneti öz adına olmalıdır, su öz adına olmalıdır, işıq pulu falan. Bunlar hamısı məsuliyyətdir. Onları track etmək, onları vaxtında ödəmək, ev həm də biraz ərazisi böyük olur, evi təmizləmək falan. Yəni hərəsinin öz ayrıca işdir yəni. Bəli, mənfi və müsbət cəhətləri var. Lakin mən öz şəxsi təcrübəmdə evə daha çox tərcih edirəm, amma yəni insandan insana dəyişir. Mən istərdim biraz da Ankara dövründə dərsdən kənar elədiyiniz hansısa internlər, researchlər, yarışlardan biraz danışdınız. Biraz istəyərdim ki, o tərəfi biraz daha açasınız ki, bir hüquq tələbəsi olaraq necə təcrübə proqramlarına qatıldınız və ümumiyyətlə çünki məsələ təkcə təhsil deyil də, təhsil işin bir tərəfidir. Bir də onun verdiyi digər fürsətlərdən, məsələn, Erasmus elədinizmi, eləmədinizmi? Biraz o təcrübənizdən danışardınız. Bəli, indi əvvəlcə Erasmusdan danışım, çünki orada mənim çox qəribə hekayəm var. Deməli, mən oxuduğum 4 il ərzində 2 dəfə Erasmusa qəbul oldum. Lakin hər ikisindən də imtahan etdim. İndi bunun səbəblərini açıqlayacağam. Belə idi ki, bizim universitetdə, tutaq ki, çox yerdə bizim fakültədə, hüquq fakültəsi və tibb fakültəsində bizim universitet belə ki, Erasmus mütləq 1 il olmalıdır. 6 ay icazə vermirdilər Erasmus etməyə. Və bizim universitetdə biraz dərsləri saymaq cəhətdən o qədər də yaxşı deyildi. Yəni dərsləri saymırdılar çoxsunu, ortaq olmağına baxmayaraq. Mən ilk öncə 1-ci kursda Rotterdam Universitetinə qəbul oldum. 2-ci kursda Erasmus etmək üçün. Rotterdam Erasmus University. O Rotterdam şəhərində yerləşir və kifayət qədər yaxşı universitetdir. Lakin sonra mən öz hüquq koordinatoruna mail yazdım və dərslərə atdım ki, dərslərin neçəsini saya bilirsən və hüquq koordinatoru deyir ki, çox azını saya bilirəm və elə olanda 5-ci il uzanırdı. Mən də istəmədim ki, 5-ci il uzansın. Sonra bir də 3-cü kursda qəbul oldum Slovakiyanın Bratislava Universitetinə. Lakin orada da çox da yaxşı saymadılar. Lakin mən bunu qeyd edim ki, bu türk dili hüquqda biraz daha sərtdir bu məsələ. Məsələn, ingilis dili hüquqda daha yaxşı sayırlar ora gedən uşaqlara. Mən türk dili hüquqdaydım deyə. Bu Erasmusu belə bağlandı, ancaq Erasmusa getmədim. İkinci sosial aktivliyə gəldikdə mən elə 2-ci kursda kampusa gedən kimi mən öz-özümə dedim ki, mənim dərslərim full türk dilində olacaq. Mən gərək ingilis dilini artıq səlis bilirdim, lakin bunu unutmayım. Ona görə də ingilis dilli bir fəaliyyətlər tapım etməyə və universitetdə MEN, yəni Model United Nations klubu var idi. Ora qoşuldum və onun tərkibində bəzi mükafatlar qazandım. Best Speaker, Best Oralist falan bir çox tədbirə getdim Ankara şəhəri daxilində, Türkiyənin digər yerlərində də. Ondan sonra isə şeyə qoşuldum. Beynəlxalq məhkəmə simulyasiyası. Bizim universitetin tərkibində Model Courts of Justice deyə bir yer var. Beynəlxalq məhkəməsi ki, Beynəlxalq Ədalət Divanı, Avropa İnsan Hüquqları Məhkəməsi, Haqada yerləşən Daimi Arbitraj Mərkəzi və s. Bu məhkəmələrin və ya US Supreme, Amerika Ali Məhkəməsi, ABŞ Ali Məhkəməsi bunların real həyat кейslərini və ya bəzən də özümüzdən кейs düzəldib bunları simulyasiya edirik və Ankarada yerləşən Litaya oteldə edirik bunları. Əvvəlcə ora iştirakçı kimi qatıldım. Ondan sonra isə Avropa İnsan Hüquqları Məhkəməsi tərkibində orada Best Speaker oldum. Ondan sonra isə həmçinin həmin o MCJ-in tərkibində Avropa İnsan Hüquqları Məhkəməsi diviziyasının rəhbəri oldum və o yarışı keçirənlərdən biri oldum növbəti il üçün. Ondan sonra isə ən əsas məsələ, əgər hüquq oxuyursunuzsa fərqi yoxdur. Azərbaycanda, Birləşmiş Ştatlarda, Türkiyədə sizin, yəni əgər nisbətən universitet yaxşıdırsa, sizin əlinizdə 2 seçenek olur. Beynəlxalq səviyyədə hüquqda yarışmaq istəyirsinizsə, bir GESAP, bir də Vismut. GESAP və bunlar bir-birindən təmiz fərqlidir. GESAP odur ki, beynəlxalq ümumi hüququn, yəni BMT-nin Ədalət Divanının simulyasiyasıdır, amma beynəlxalq səviyyədə əməlli başlı registration fee ödəyirsən və s. Vismut isə arbitraj yönümlü, beynəlxalq xüsusi hüquq yönümlüdür. Lakin bunların fərqləri var. Vismutda milli raundlar yoxdur. Siz direkt olaraq gedib Viyanada iştirak edə bilərsiniz. O beynəlxalq yarışda. Çoxlu komanda gedə bilir. Bəli, iştirak edə və bir də premutlar var. Premutlarda Avropanın və ya digər ölkələrin şəhərlərində, Asiyada olan Vismutun əsas Viyanadakı mərhələsinin hazırlıq prosesidir. Mən bu yolda
CESAP-ı seçdim. CESAP-da milli raundda əvvəlcə iştirak edirsən və hər ölkənin bu futbolda Çempionlar Liqasında misal üçün reytinqi olaraq misal üçün İspaniya K-da 4 komanda iştirak edə bilər. İspaniya reytinqi yüksək. Misal üçün Türkiyədə cəmi bir komanda promote edə bilər Çempionlar Liqasına. Çünki Türkiyənin liqasının reytinqi aşağıdır. Burada da hər ölkənin öz milli reytinqi var və misal üçün Türkiyənin milli reytinqi kifayət qədər aşağı olduğu üçün bizdə beynəlxalq raundlara, yəni Washington DC-də olacaq raundlara getməyə bir komanda icazə verirdilər və onlar da öz aramızda milli raund edirik. Yəni bir növ CESAP daha çətin bir proses idi. Mən də CESAP-da iştirak eləmək qərarına gəldim və komandaya seçildim və bir il ərzində CESAP-da iştirak etdim. Lakin deyərdim ki, bu CESAP olsun, Vismut olsun, bunlar çox effort tələb edən sahələrdir. Elə bil ki, siz komanda olaraq Beynəlxalq Ədalət Məhkəməsinə və ya arbitraj tribunalına yəni əsl arbitrların yazacağı şəkildə 60-70 səhifəlik, 50-60 səhifəlik o qədər. Bəli, hüquqi bir ərizə yazmalısınız. Və bunun əslində çox yaxşı tərəfi oldu ki, həftədə də biz hətta öz otağımız var idi. CESAP üçün universitet vermişdi, Vismut üçün də verir. Həftə 40 saat bununla məşğul olduq. Mən 4-cü kursun 1-ci semestrində 2 dənə dərsə girə bildim. Ümumiyyətlə dərsə girmədim. Sağ olsun müəllimlər də anlayışlı deyildi, lakin universitetdə qayıb söhbəti yox idi deyə, yəni bunu imtahanların düzləməsində girdim. Həll etmək olurdu. Vismut komandası da eyni şəkildə belə edirdi və məncə bu sürət ərzində hüquqi yazı bacarıqları çox inkişaf etdi. Çünki həm research eləyirsiniz, əməlli başlı bir tezis yazışmır, citation etmək lazımdır. Yəni qutaranda o sənəddə 300-dən artıq citationımız var idi, misal üçün elmi oskolo tərzində. Həm sonra oral raundlara hazırlaşırsınız, bir növ vəkil kimi məhkəmə önündə çıxış etməyə bacarıqlarınızı inkişaf edir falan. Ona görə də hər bir hüquq tələbəsinə ölkəsindən asılı olmayaraq tövsiyə edərəm ki, ya CESAP və ya Vismut etsin. Misal üçün mənim dediyim kimi qardaşım da keçən il ya da ondan qabaq ki, unutdum, Vismut etdi və Bakı Dövlət komandasının tərkibində iştirak etdi. Bəs intern eləyə bilmirsən 4 il ərzində? Bəli. Mənim o da hekayəm də çox qarışıqdır. Çünki həm Azərbaycan Respublikasında, həm də Türkiyə Respublikasında internship etdim. Bir də bütün hüquq tələbələrinə tövsiyə edərəm ki, ELSA deyə bir təşkilat var, European Law Students Association. Həm Azərbaycanda, həm Türkiyədə, həm Avropa ölkələrində şöbələr var. Oranın tədbirlərinə qatılsın, orada iştirak etsin. Mən Türkiyədəki internümü ELSA-nın traineeship proqramları var idi. Müraciət etdim və Ankarada bir hüquq şirkəti tərəfindən seçildim və orada internship etdim. Amma sözün açığı Türkiyədə rus dili bilən biraz çox azdır deyə mənim də rus dilim biraz var, amma B1 səviyyə falan, yəni çox səlis deyil. Yenə də mənə full rus dili işləri yükləyirdilər. Yəni o biri daha beynəlxalq işləri eləmirlər. Çünki bilən yox idi. Bir növ adam özünü monoton iş görmüş kimi hiss edirdi müəyyən yerdən sonra. Orada hibrid etdim intern. Biraz üz-üzə getdim, 4 ay çəkdi. Sonra zəlzələ oldu Türkiyədə, bu fevral fəlakəti. Ondan sonra Azərbaycanda da biraz onlayn etdim. Və kifayət qədər məncə yenə də yaxşı təcrübə oldu. Yəni bir növ müştərilərlə işləməyi öyrənmək, müəyyən müqavilələr draft etməyi öyrənmək falan tərəfdən və sertifikat aldım. Bu ELSA traineeship hesabına. Bakıda isə 2 şirkətdə intern etdim. Buralarda da birinci kursda etdim, çünki Türkiyədə pandemiya idi, getməmişdim və yayda Bakıda bunu dedim səmərəli keçirim. O birisi 3-cü kursda etdim. Onu da Türkiyədə zəlzələ olmuşdu deyə dərslərimiz yenə onlayn olmuşdu və may ayından avqust ayına kimi bir də Bakıda da internship etdim. Yəni məncə bu internship etmək vacibdir. Çünki məsəl üçün ad çəkməyəcəm, amma mənim bəzi Azərbaycanda oxuyan olsun, Türkiyədə oxuyan olsun dostlarım var. Onlar heç dedilər biz full dərsə fokuslanaq və heç bir sosial aktivliyə dediyim kimi ya bu CESAP Vismut olsun, heç bir internshipə getmədilər universitet həyat ərzində və ondan sonra bir növ onların CV-ləri boş oldu və iş tapmaq çətindir. Yəni günün axırında şirkətlər yəni sizin GPA-niz əgər ultra çox aşağı deyilsə, normal həddədirsə sizin GPA-nizə çox baxmırlar. Baxırlar ki, harda iş təcrübəniz var, edə bilirsinizmi? Bir növ bu iş paradoksu deyirik. Yəni bu chicken mı yumurtadan çıxır, yoxsa yumurta mı çıxır? Yəni
intern üçün belə, yəni universitetdə təcrübə istəyirlər, amma əslində təcrübəni kimsə verməlidir ki, onlar getsin. Bunu universitet vaxtı etməniz daha yaxşıdır ki, sonra iş tapmaqda da yəni çətinlik çəkməyəsiniz. Yox, bu arada ortalama neçə olubdu? GPA neçə oldu Ankaranın son? Mənim Ankarada GPA-im 4 üzərindən, biz Azərbaycandan fərqli olaraq Türkiyədə və dünyanın bir çox ölkələrində 4 üzərində 3.3-ə yaxın bir bal oldu. Bu bizim bala çevirəndə təxminən 88-89 falan edir 100 üzərindən. Bu qədər çox fəaliyyətin içində 88-89 ortalamanı saxlamaq məncə kifayət qədər yaxşı saxlamısınız. Yəni həm bu ELSA-nın tədbirləri, həm internshiplər, həm dediyiniz konfranslar, yarışlar kifayət qədər zəngin təcrübə olub. Oxuya-oxuya yəqin ki, son kursa doğru artıq magistrla bağlı məsələlər düşünməyə başladım. Biraz o təcrübənizdən danışın ki, hansı kursdan etibarən hansı sahədə oxumaqla bağlı. Yəni məsələn belə dilemmalar var da, yəni bitirib işləyib sonra oxumaqmı, bitirən kimi master oxuyub sonra işləməkmi? O proses, o axışdan da biraz danışardınız. Deməli mən təbii ki, məncə indiki bu rəqabətçil əmək bazarında əgər nisbətən yaxşı olmaq istəyirsinizsə, fərqi yoxdur. Məncə bir dənə hansısa bir sahədə yaxşı bir universitetdə bir master təhsiliniz olmalıdır, bakalavrdan əlavə. Artıq məncə bakalavr da çox yetmir. Təbii bakalavrla da uğura nail olan kifayət qədər insan var. Sadəcə işinizi rahatlaşdırmaq baxımından və daha da qarantiya almaq baxımından. Və mən elə birinci kursa girən kimi düşünməyə başladım ki, hansı sahədə master etməliyəm. Sözün açığı bunu vurğulamaq yadımdan çıxdı. Bəzi o qədər olub ki, mən həmçinin 2022-ci ildə Sloveniyaya Avropa Gənclər Parlamenti üçün bir yay məktəbinə getdim, bir həftəyə yaxın bir vaxt ərzində. Bir də 2023-cü ilin yayında da ki, Yunanistana ya da ELSA Summer School-a getdim arbitraj üzrə. Mən o vaxta kimi düşünürdüm. Sonra bu Yunanistana Afina şəhərində bir həftəlik ELSA Summer School-a getdim. Həm çox gözəl akademik təcrübə oldu, çox yaxşı, çox prestijli arbitratorlar Sinqapurdan olsun, Birləşmiş Ştatlardan olsun gəldilər, bizə bu intensiv təlim keçdilər. Həmçinin əyləncə hissəsi də çox gözəl idi. Mən orada qərar verdim ki, məncə arbitraj sahəsində oxuyum. Həm çox maraqlı gəldi sahə. Ən azından mənə sıxıcı gəlmədi arbitraj sahəsi və bayağı yaxşıdır və bir növ həm ölkəmizdə də olsun, çox da saturasiya olunmuş sahə deyil. Yəni ölkəmizdə bu işlə məşğul olan çox az adam var. Və belə qərara gəldim. Ondan sonra isə artıq 3-cü kursun axırında, 4-cü kursda araşdırmağa başladım və RUF sizin kursla da əməkdaşlıq etməyə başladım. Sizin xarici təhsil mütəxəssislərinizdən biri ilə və seçməyə başladım. Bir çox universitetə müraciət etdim. Yəni hətta arbitraj olmayanlara da müraciət etdim. Hətta elə-belə public policy-yə belə müraciət etdim Edinburgh Universitetində. Və sonra Stockholm Universitetində arbitraj proqramı tapdım və Global Arbitration Review-a girdim və sırf o bizim universitetin arbitraj proqramı dünyada arbitraj proqramımızda top 5-də falan idi, Global Arbitration Review-ya görə ən azından. Və baxdım, İsveç çox gözəl bir ölkədir, çox hüzurlu, həyat səviyyəsi dünyada ən yuxarı olan ölkələrdən biri. Həmçinin tuition feesi də o qədər yuxarı məbləğdə deyildi. Yəni bir sosial-demokrat, sosialist ölkə olduğu üçün çox yüksək səviyyədə təhsilə rəğmən digər Avropa ölkələrinə, ABŞ-a nisbətən tuition feeləri kifayət qədər uyğun idi İsveç krallığında. Və o proqrama müraciət etdim sizin kurs vasitəsilə və qəbul aldım və elə getdim. Mən istəyirəm ki, orada biraz listin haqqında məlumat verəsən ki, başqa hansı universitetlər var idi? Bəli. Ki, hüquqa verən başqa tələbələr üçün də bir təxmini fikir olsun ki, bir də hansı dedin ki 3.3-ə yaxın GPA, məncə IELTS-i yenidən götürməli olmuşdun. IELTS balın. Biraz onlar haqqında da məlumat ver. Bəli, mən IELTS haqqında da belə qısaca deyim ki, mən 3 dəfə IELTS-a girmişəm 10 sinifdən bəri və birincisi girəndə 11-ci sinif idim, onu 10-cu sinif idim, RUF Akademinin köməyi ilə etdim və ilk IELTS-ımdan 7.5 topladım. Ondan sonra birinci kursun axırında yenə bir növ boşluq hiss etdik bir dostumla və dedik ki, elə belə IELTS-a girək, ehtiyac da yox idi və onu da yenə RUF Akademiyaya gəldik və bir ay yarım 2 ay məşğul olduq və mən 8 topladım, o biri dostum 7 yarım topladı. Ondan sonra isə 3-cü dəfə artıq real ehtiyacım var idi IELTS-a.
onda da artıq Ruf Akademiyadan tam yox, amma Ruf Akademiyadan writing paket götürdüm 10 dərslik və sözün açığı çox ümidim yox idi, çünki 10 dərs idi, amma lakin çox kömək oldu və IELTS-dan ümumi 8 yarım topladım və writing-dən 8 topladım. Yəni writing-dən məncə oxuduğunuz dövrdə də çox inkişaf etdirmisiniz. Bəli, yəni writing-dən 8 biraz çox qəşəng oldu. Özüm də gözləmirdim, amma çox yaxşı oldu. Ondan sonra isə İsveçə qəbul barədə biraz deyə bilərəm ki, İsveçə qəbul prosesi belədir ki, universitetlərə şəxsi müraciət eləmirsiniz. Bir neçə dənə niş özəl universitet var, yəni onlar xaric, yəni özünüz müraciət ayrı-ayrı müraciət etmirsiniz. İsveç dövlətinin bir proqramı var, yanvarın 15-nə kimi açıq olur hər il. Oradan 4 dənə listing eləyirsiniz. Ən çox tərcih elədiyinizdən ən aşağı tərcih etdiyinizə kimi. Və orada da sizə qəbul gələndə də əvvəlcə ən birinci tərcihinize baxır. Ən birinci tərcihiniz qəbul gəlsə, o biri üçü eliminate olunur. Sonra birinci gəlməsə ikinci, o biri ikisi eliminate olunur. Belə-belə. Məndə də elə ən birinci, deməli, birinci elə Stockholm Universitetində International Commercial Arbitration yazmışdım. İkinci yerdə Uppsala Universiteti var. Uppsala İsveçin yuxarısında balaca bir şəhərdir. Bir növ Bakı-Sumqayıt arasındakı ilişki, münasibət kimi Stockholm-Uppsala arasında münasibət, belə yaxın məsafədə yerləşən şəhər, hansı ki, orada yaşayan əhalinin çoxusu Stockholm işləməyə gəlir, Sumqayıtda da Bakı işləməyə gəlir. Orada da beynəlxalq investisiya arbitraj hüququ yazmışdım. 3-cü London Universitetində biznes hüququ, 4-cü London Universitetində Tax and Trade Law yazmışdım. Elə mənim bəxtimə ən birincidən qəbul gəldiyi üçün o biri üçü eliminate oldu. Digər ölkələrə gəldikdə isə, misal üçün, bildiyiniz kimi artıq yəni, dövlət proqramı deyə bir şey var və əgər dünyada ilk 10 universitetdən QS Ranking və Times Higher Education-a görə qəbul alırsınızsa, o zaman dövlət hesabına oxumaq şansınız var. Mən burada şansımı sınamaq üçün University College Londona da müraciət elədim, həmçinin. Lakin oradan imtina aldım. Məncə çünki orada biraz GPA-im ora üçün aşağı kimi idi və ya başqa səbəblər də olardır, artıq bilmirəm, amma onları da yoxlaya bilərsiniz. Həmçinin Bologna Universiteti də, ona artıq müraciət etmədim, çünki İsveçə qəbulum vardı, amma fikrim var idi. Ora da müraciət edə bilərsiniz. O da dünyada top 50-dədir hüquq üzrə, 43-cü yerdə falan olmalıdır. Edinburgh falan? Hə, Edinburgha sadəcə public policy-yə müraciət etmişdim. Hüquq oranı yoxlamadım belə, çünki tuition fee biraz orada çox yüksək idi. Belə, yəni ondan sonra mən həmçinin Glasgow Universitetinə müraciət etdim, Erasmus Mundus proqramı çərçivəsində və oradan da qəbul aldım. Lakin sonda seçimimi Stockholmdan savayı etdim. Belə mən ABŞ-a müraciət etmədim, yalan deməyəcəm, amma ABŞ-a da müraciət edə bilərsiniz. Çünki biraz mən gec başladım prosesə və dediyim kimi həm moment hesabla məşğul olduğum üçün özüm çox fokuslana bilmirdim, çox vaxtım alırdı deyə. Artıq mən müraciət etməyə belə dekabrın sonu başlayanda ABŞ-dakı bir çox yaxşı universitetin dekabrın 15-i bağlanır, qəbul prosesi bağlanmışdı. Yəni mümkün qədər tez başlamaq lazımdır, sentyabrdan, oktyabrdan. Sonra getdin, Ankara bitdi, məzun oldunuz, getdiniz artıq Stockholma keçən ilin sentyabrda başladı dərslər? Avqustunda hətta. İstəyərdim ki, biraz da Stockholm təcrübənizdən danışasınız ki, 1 illik bir təhsil dönəmi, təhsil formatı necə idi? Semestr şəklində idimi, yoxsa başqa formatda idi? Hansı dərsləri götürdünüz? Türkiyə ilə oxşarlıqlar, fərqlər, 4 il belə intensiv təhsil və yarışlar, müxtəlif tədbirlərdən sonra 1 illik bir dönəm necə gəldi? Sən biraz o tərəfi də açasınız. Deməli, belə deyə bilərəm ki, 2 seçim qarşısında qalmışdım. Bildiyimiz kimi Avropada və ya ABŞ-da master təhsili ya 1 ildir, ya 2 ildir. Öz təcrübəmdən Stockholmdan deyə bilərəm ki, 1 illik olan paket çox intensiv keçir və çox ağır keçir. 2 ildə daha belə laid back ola bilirsiniz. İngilislərin sözü olmasın. Daha belə relaxed ola bilirsiniz. İngilislərin sözü olmasın. Mən avqust ayında getdim Stockholma və sözün açığı təhsil keyfiyyəti tərəfdən çox yaxşı idi. Amma master proqramı olaraq və şəhər özü də çox hüzurlu idi. Yəni və sözün açığı
məncə qaldığınız yerdə kifayət qədər önəmli rol oynayır və kimlərlə qalırsınız. Məsələn, mən Azərbaycanlı yoldaşlarla qaldım. Biri qrup yoldaşım idi, biri isə həmin universitetdə əqli mülkiyyət hüququ oxuyurdu və biz birlikdə bir ev tutmuşduq, belə deyim, və qaldığımız yer də çox hüzurlu idi. Məsəl üçün meşənin içi idi, belə meşəyə yaxın idi, belə çox böyük bir göl var idi, belə bir növ Stockholm şəhəri ümumiyyətlə İsveç məncə dünyada ən çox meşə olan paytaxtlardan biridir və hər addımdan bir və təbii meşələr idi və bir növ bu Bakı çöl iqlimində yerləşir. Bir növ onunla belə çox ciddi bir kontrast var idi ki, o tərəfdən həyat keyfiyyəti kifayət qədər çox artmışdı. Yəni həyatdan insan daha çox məmnun olurdu. Kampusa və təhsilə gəldikdə kampusda İsveçdə ümumiyyətlə belə bir şey var ki, Rüfət müəllim, İsveçlilər Amerikalıları kopya etməyi çox sevir. Məncə Şimali Avropada, Qərbi Avropada ən çox Amerika fil olan ölkələrdən biridir İsveç. Çünki mən orada sonra Stockholm bir çox muzeyə getdim. Lakin getdiyim muzeylərdən biri də Stockholm tarixi ilə bağlı muzeydir. Orada görürsən ki, Amerikada nə trend olur, bunlar kopyalayır. Məsəl üçün maşınların yarısı Tesla idi və s. Burgerlər də çox sevirlər və kampus dizaynında bu kinolarda gördüyüm ən azından Amerika Universitet kampusu kimi belə çəmənli və çox uzun uzanan şəkildə belə ağaclar falan geniş bir yəni universitetin kampusu da Amerikan Universiteti stilində idi. Və təhsilə gəldikdə isə bizim təhsil məncə kifayət qədər keyfiyyətli keçdi. 2 müəllimimiz var idi. Bu çox yaxşıdır. Məsələn, mənim bəzi dostlarım var, onlarla danışıram. Onlarda magistr ərzində 1 illik işçi olanlarda bir çox müəllimlər olur. 4-5 müəllim qədər qalxır. Və bu belə olanda da siz o müəllimlərlə yaxşı connection yarada bilmirsiniz. Yəni çünki çox olur da tez-tez görürsüz fərqli insanlar. Amma biz yalnız 2 nəfər görürdük belə Mən ilk dəfə eşidirəm masterda 2 müəllimin olmasını. Bəli, 2 müəllim və bəzən guest lecture'lar gəlirdi. Dünyaca məşhur arbitratorlar, təşkilatlarda nümayəndələr, bəzən Zoom şəklində qoşulurlar, bəzən özləri şəxsi gəlirdilər. Və 2 müəllim idi, Darya xanım və Krina xanım və bunlar məncə çox yaxşı şəkildə təhsil prosesini apardı və bir növ qrup və müəllim arasında çox yaxşı bir bağ yarandı. Həmçinin onlardan biri də elə Avropada da olsun ən məşhur arbitratorlardan biridir və yəni işləri dəhşət çoxdur. Bir çox belə təşkilatlar üzvüdür, həm arbitratordur, ekspertdir, həm vəkildir. Yəni ora qaçır, bura qaçır. Elə olurdu ki, bəzən bizim təyyarəyə minirdi, bizim dərsə gəlirdi, sonra təyyarəyə minib gedirdi Londona falan və ya başqa bir şəhərə, konfransa ya başqa bir tədbirdə iştirak etməyə. Yəni oradan çox əziyyət çəkdilər və bu bir növ bu 2 nəfərlik müəllim formatı məncə həm müəllimləri daha yaxşı öyrətməyə sövq etdi, həm də bizi daha yaxşı öyrənməyə şövq etdi. Bir də onu qeyd edə bilərəm ki, ən yaxşı tərəflərindən biri odur ki, məsəl üçün mənim Azərbaycanda oxuyan tanışlarım da var və adını demirəm, Bakı Dövlətdə olsun, Ankara Universiteti olsun, bunun library-sinə giriş, yəni digital library olsun, bir çox beynəlxalq jurnallar, abunəliklər demək olar ki, yox səviyyəsində və heç yoxdur. Lakin Stockholm Universitetində demək olar ki, biz öz universitet e-mail akkauntu ilə bütün hər şeyi access edə bilirik. Hətta məncə indi də access durur. Ümidvaram ki, tezliklə ləğv etməzlər, çünki çox işə yarayır. Məsələn, bir çox beynəlxalq jurnallara normalda onların illik abunə haqqları yüzlərlə, minlərlə dollar və ya evrodur. Yəni bu çox doğrudan araşdırma üçün, research üçün çox vacib bir şeydir. Elə tezis yazanda da çox kömək edəydi. Qrup yoldaşlarım da deyərdim ki, biraz sırf o fakültəyə gedəndə tez oldum. Çünki məncə qrupda ən cavan mən idim. Məndən sonra belə ən cavan 23 yaşdan başlayırdı və bir çox qrup yoldaşlarım çoxsu 25-30 yaş arasında idi. Bir növ onlar da mənə çox böyük kömək oldu ki, yəni özümdən böyüklərlə interaksiya artıq onların bir çoxu əməli başda işləyən hüquqşünas vəkil və ya arbitraj sahəsində mütəxəssis adamlar idi. Sadəcə ixtisaslarını artırmağa gəlmişlər. Bir növ onlarla daimi interaksiyada olmaqda həyat dərsləri də öyrətdi insana ki, yəni yalnız öz yaşından yox, öz yaşından böyüklər və bu sahədə özünün bir neçə il öncəni, sonranı görməyə kömək etdi. Əla. Biraz da istəyərdim ki, bir il ərzində keçirilən o müəllimlərin, 2 müəllimin dediyin müəllimlərin keçirdiyi kontentin içəriyi ilə bağlı biraz ümumiyyətlə istəyirəm ki, arbitraj hüququnun
biraz açasan, kommersiya arbitraj hüququnu açasan və o 1 ildə keçdiyin o iki müəllimin keçdiyi dərslərin kontentindən bağlı biraz məlumat verəsən ki, ümumiyyətlə hardan yanaşırdılar, proses necə gedirdi, biraz daha onlardan danışaq. Deməli, bizdə 3 modula bölünmüşdü. Bir illik magistr proqramımız 60 kredit idi. Birinci modul adlanırdı International Commercial Arbitration, yəni beynəlxalq kommersiya arbitrajı. Bu 30 kredit idi. Bu birinci rüb full buna getdi. İkinci modulun adı Advanced International Arbitration idi. Bu daha da üst level beynəlxalq arbitraj haqqında idi. Bu 15 kredit idi. Digər 15 kredit isə tezis idi. Belə bölünmüşdü modul. Birinci rübdən danışa bilərəm ki, elə ən ağır birinci rüb oldu, dərs krediti sayından da gördüyünüz kimi. Biz burada beynəlxalq arbitraj hüququnun əsaslarını öyrəndik. Bütün tətbiq sahələrini, açılımını, biraz investisiya hüququna da düzdür girdik. Arbitraj ümumiyyətlə məhkəməyə, yəni alternativ dispute resolution deyirlər. Yəni alternativ mübahisənin alternativ həll yollarından biridir və o həll yollarının ən güclüsüdür. Çünki arbitraj məhkəməsinin verdiyi qərarlar məcburidir və hər kəs tərəfindən icra olmalıdır və bu beynəlxalq bir New York konvensiyası var. Azərbaycan Respublikası daxil olmaqla dünyada 160-dan çox ölkə buna üzvdür. Yəni onunla təmin. Demək olar ki, sivil dünyada bütün ölkələr buna üzvdür. Ona görə də əgər bir ölkədə arbitraj qərarı alıbsınsa və heç bir prosedural pozuntu yoxdursa, demək olar ki, digər bütün ölkələrdə hətta məhkəmə qərarından belə daha tez şəkildə onu tətbiq edə bilərsiniz. Kommersiya məhkəməsi alternativdir, lakin bir çox üstün cəhəti var ki, niyə insanlar seçir? Birincisi bir instansiyalıdır bu, yəni bilirsiniz məhkəmədə birinci instansiya var, apellyasiya məhkəməsi var, sonra ali məhkəmə var. Bu bir instansiyalıdır və daha tez proses yekunlaşır. İkinci, bilirsiniz ki, misal üçün sizin bir hansısa mübahisəniz var, tikinti hüququndan bağlı və ya yenilənebilir enerji hüququndan bağlı. Siz onu məhkəməyə verəndə bilmirsiniz hansı hakim təyin olunacaq, bu hakim bu sahəni doğrudan da yaxşı bilirmi, bilmirmi? Bunu dövlət təyin edir. Burada bir növ işiniz bəxtə qalır. Lakin arbitrajda belədir ki, öz arbitrlarınızı, yəni hakimlərinizi özünüz seçə bilirsiniz. Yəni çox işdə 3 arbitr hakim olur və bir hakimi cavabdeh tərəf, digər arbitri iddiaçı tərəf, digərini isə o iki arbitr və ya hakim birləşib ortaq seçirlər və bunu da seçəndə artıq yəni da ki işinizin mübahisəniz bilirsiniz, özünüz axtarsınız ki, mənə lazımdır tikinti hüququnu və enerji hüququnu yaxşı bilən, portfelini baxıb özünüz seçir, hansı dilləri bilir, hara aldı falan. Bir növ işin prosesinə daha çox kontrol sahibi olursunuz. Bu tərəfdən həm daha sürətlidir, həm daha az xərc çıxa bilir bəzən, həm də ki işi mütəxəssis özünüz seçdiyiniz üçün bu tərəfdən daha çox tərcih olunur beynəlxalq bizneslər və ya kiçik sahibkarlar deyil, çünki arbitraj prosesinin özü kifayət qədər bahalı bir prosesdir. Orta sahibkardan başlayaraq orta böyük sahibkar və böyük sahibkarlar, bizneslər bunu seçir. Əla. İstəyərdim ki, biraz ikinci semestr o advanced arbitrationdan danışardım və tezisin. Həm Ankarada o tezis qismində, həm Ankaradakı əgər tezis yazmısansa, Ankaradakı mövzun məncə bizi izləyən, xüsusən hüquqa marağı olan tələbələr və şagirdlər üçün maraqlı olar. Həm də Stokholmda seçdiyin tezislərlə bağlı biraz bölüşərdin zəhmət. Deməli əvvəlcə ondan başlayım ki, bir çox Avropa ölkələrindən fərqli olaraq Türkiyədə bakalavriat səviyyəsində tezis və ya imtahan yoxdur. Sadəcə normal bir şəkildə 4-cü kursda, necə o biri kurslarda yəni imtahanlara girirsiniz, elə imtahanlara girirsiniz və imtahanları keçsəniz məzun olursunuz. Ona görə də Türkiyədə heç bir tezis yazmadım. Lakin məncə bunun biraz boşluğu hiss olundu artıq magistra gələndə. Çünki mənim Avropalı kollegiyalarım, qrup yoldaşlarım hamısı bakalavriat səviyyəsində tezis yazmışdı. Ona görə də məncə onlar bir növ ingilislərin sözü head startı daha çox idi məndən. Stokholmda əvvəlcə başlayım ki, artıq bu kommersiya arbitrajını bitirəndən sonra ikinci rübdə daha rahat olmağa başladı. Çünki artıq müəllimlərimizdən çox hər arbitrajın da bir çox sahələri var bildiyiniz kimi. Yəni təkcə kommersiya deyil, məsəl üçün tikinti arbitrajı var, hətta indi yeni kosmik arbitraj da yaranır, çevrə arbitrajı, investisiya arbitrajı, idman arbitrajı. Kommersiyadan sonra ən çox tətbiq olunan arbitrajlardan biridir. BMT-də Cenevrədə olan CAS deyə bir orqan var. Bu doping məsələləri, olimpiya oyunlarında və digər beynəlxalq yarışlarda
oyunçuların cheating eləyib etməməyi və ya qaydan bunlara belə sürətli bir şəkildə baxır məhkəməyə alternativ olaraq. Bir növ bu arbitraj sahələrinə aid universitetə qonaqlar gəlməyə başlayırdı və ya Zoom şəklində qoşulurduq. Misal üçün ən önəmli də kommersiya arbitrajdan sonra həmçinin investisiya arbitrajını deyə bilərəm ki, elə Washington DC-də bu GESAP-ın olduğu yerdə yerləşir. Dünya Bankının, yəni World Bank-in alt bir qurumudur, ICSID deyə bir qurum. Oradan da nümayəndə gəlmişdi və bizə ICSID-lə bağlı dərs demişdi və bir çox yerdə əslində kommersiya arbitrajı və o digər arbitraj sahələri kəsişir. Yəni mutually exclusive deyirlər. Yəni bir-birindən kəsişdiyi kifayət qədər çox nöqtələr də olur. Bir növ ikinci kursda daha çox, yəni Advanced International Arbitration modunda biz bunların növlərini və bunların biraz detallarına düşdük, arbitraj sahələrini ki, bəlkə o sahələrdə də həmçinin ixtisaslaşmaq istədik. Tezis məsələsinə gəldikdə mən sözün açığı bir çox qrup yoldaşlarımla fərqli bir yol seçdim. Biraz da məncə burada özümü çətinə saldım. Mən kommersiya arbitrajından yox, mən investisiya arbitrajından yazdım tezis və tezisimin mövzusu Emergency Arbitration in Investment State Dispute, yəni investisiya dövlətlər arası disputlar idi. Bu ICSID məhkəməsinin xüsusiyyəti o idi ki, burada investorlar promoy olaraq dövlətləri məhkəməyə verə bilir. Misal üçün, siz bir investorsınuz və Azərbaycan dövlətini məhkəməyə verə bilir. Filan kəs Azərbaycana qarşı bilir. Bəli, filan biznes və ya filan fiziki şəxs Azərbaycana qarşı və ya ABŞ-a qarşı və ya hansısa başqa bir ölkəyə qarşı. Və ICSID də New York Konvensiyası kimi bir konvensiyadır. Ona dünyada 150-dən çox ölkə üzvdür. Azərbaycan Respublikası da daxil. Ona görə kifayət qədər elə bu yaxınlarda da bir iş yekunlaşdı. Bir Gürcüstanlı biznesmen Azərbaycan məhkəməyə vermişdi ICSID platformasına. Elə bir neçə ay əvvəl falan bitdi. 700 milyon dollar məbləğində disput, lakin Azərbaycan Respublikası qalib gəldi o disputda. Bəli, 10 ilə yaxın çəkmişdi o disput. Onu da qeyd eləyə bilərəm ki, investisiya disputları dövlətlər daxildir deyə artıq dövlətlərin öz suverenliyi, immuniteti var. Bu kommersiya arbitrajdan fərqli olaraq kifayət qədər uzun çəkə bilir. Yəni 10 il, 15 il belə çəkə bilir, 5-6 il çox vaxt çəkir. Mənim mövzum emergency arbitration o tərəfdən. Emergency arbitration hələ heç o konsepti Azərbaycan dilində tərif verilməyib, çünki hətta Azərbaycanda arbitraj mərkəzində qaydalar yoxdur. Amma mən olsam elə bilmirəm necə tərcümə edəcəyik onu. Emergency arbitrator təcili arbitrator kimi tərcümə eləyərəm və ya fövqəladə arbitrator kimi. Hələ o konsept Azərbaycan dilində tərcümə olunmayıb, belə deyim. O fövqəladə arbitratorlar haqqında, fövqəladə arbitratorlarda arbitrajdan əvvəlki mərhələdə arbitrajda tribunalın, məhkəmənin toplaşmasında vaxt alır. Misal üçün, əgər investisiya arbitrajına belə olur ki, orada bir case cite etmişdim ki, dövlət investoru həbsə atıb və tək adamlı hücrədə saxlayır, Karsda saxlayır və ona cəmi ayda 5 dəqiqə telefon danışıq haqqı verir. Burada tribunalın toplanmağı, xüsusən investisiya arbitrajına uzun aylar çəkir. Bir növ bu fövqəladə arbitratora müraciət edirsən ki, müvəqqəti təminat tətbiqi ərazisi. Misal üçün, bu adama telefon çıxış verin, vəkillə danışmağa çıxış, ailəsi danışmağa çıxış verin və ya bunun dərmanları vaxtına verin. Bilmirəm, əgər iş çox təcilsə və arbitraj tribunalının yaranmağını gözləyə bilmirsə, o zaman fövqəladə arbitratora müraciət edir. Fövqəladə arbitrator tək adam olur və məsələyə institutdan instituta dəyişərək 5 günə, 21 günə, 14 günə qərar verir. Misal üçün, mənim İsveç soxdum və mən tez-tez SCC deyə bir yer vardı. Stockholm Chamber of Commerce Arbitration Institute. Onun arbitraj institutu. Onun tədqiqat bizim Stockholmdakı arbitraj institutu dünyada fövqəladə arbitratorda ən tez qərar verən yəni qurumdur. 5 günə qərar çıxardır. Yəni və kifayət qədər orada fövqəladə arbitrator olan insanlarla da söhbət etdim. Arbitr elə bizim biri də müəllimlərimizdən biri. Yəni 5 gün də oradan yəni bir növ normal sürətlidir. Bəli, aylarla çəkən işi 5 gün etmək doğrudan çox insanüstü bir əmək istəyir. Misal üçün, orada bir arbitrlardan biri bizə demişdi ki, ailəsi ilə artıq bilet bron etmişdi, Christmas planı qurmuşdu, yəni yeni il keçirmək üçün ailəsi ilə Milad bayramını və birdən-birə buna fövqəladə arbitrator təyin gəldi və bu ailəsindən imtina edib 5 gün ərzində qapanıb o
5 günə Milad bayramı ərəfəsində işi həll etdi. Yəni bir növ bəzən də belə olanda artıq gecəniz və gününüzdə olmaya bilər. Mən də tezisi bu mövzuda yazdım. Kommersiya arbitrajından fərqli olaraq burada investisiya arbitrajından bu çox geniş yayılmır və mən öz tezisimdə bunun kommersiya arbitrajına varsa investisiya arbitrajına olmağını bir növ tələb etdim və dedim ki, bu insan hüquqları pozuntusudur. Hətta investisiya arbitrajına daha çox ehtiyac var. Çünki orada təcili hallar daha ağır ola bilər. Dövlətin edə biləcəyi, yəni radikal ziyanlar hansısa bir kommersiya subyektinə edə biləcəyi daha çoxdur. Mən də bu haqqda yazdım tezisimi. Əla. İndi məzun olmusan artıq, müdafiə eləmirsən. İndi nə işlə məşğulsan, növbəti dönəmlə bağlı planların nədir? Sonra artıq bir neçə digər sualım da var. Mən artıq tezimi müdafiə etdim və məzun oldum və hal-hazırda belə hətta İsveçdə olarkən elan gördüm. Gördüm ki, yəni artıq fevraldan bəri Bakı Arbitraj Mərkəzi, yəni Azərbaycanda ilk dəfə bir arbitraj mərkəzi açılacaq. Səni gözləyirmişlər ki, məzuniyyətə yaxın. Bəli, elə bil bingo kart kimi bir şey oldu. Amma artıq bunun prosesin getdiyini mən bilirdim. Çünki artıq keçən il bizim respublikamızda Milli Məclis arbitraj haqqında yeni qanun qəbul etdi. Bizim 99-cu ildə qəbul edilmiş köhnə bir qanunumuz var idi. Lakin bu qanun effektiv olmadı və çox yaxşı yazılmamışdı sözün açığı və Azərbaycanda heç vaxt tətbiq olunmadı demək olar ki bu qanun. Ona görə artıq yeni BMT-nin arbitraj qanun nümunəsinə əsaslanaraq Unicitral Model Law deyirlər buna. Buna uyğun yeni bir qanun qəbul edildi 2024-cü ildə və artıq bu ildən də arbitraj mərkəzi açılmağa başladı və mən də orada elan qoyuldu və mən də müraciət etdim və sağ olsun Bakı Arbitraj Mərkəzi və oranın rəhbəri məni layiq gördü və seçdi. Hal-hazırda Bakı Arbitraj Mərkəzində işləyirəm və belə açılış LinkedIn səhifəsində kifayət qədər aktiv işlədirik və 24-25 oktyabrda Marriott oteldə olacaq. Marriott bulvardakı Marriott-dur. Yəni hüquqşünaslar arasında bunu görən, gəlmək istəyən varsa LinkedIn-də registrasiyadan keçib gələ bilərlər. Hal-hazırda sənəd işləri üzərində işləyirik və ilkin mərkəzin strukturlarını qurmağa çalışırıq. Belə ümumi deyə bilərəmsə, çünki çox detallı deyə bilmirəm. Problem yoxdur. Nə qədər uyğundursa o qədər. Və yəni hal-hazırda 3 nəfərik. Orada rəhbərimiz Kəmalə xanım və 3 dənə də işçiyik. Lakin açılandan sonra yəqin ki daha çox adam olacaq və bir növ özümüzü məsuliyyətli hiss edirik. Çünki istəyirik ki, uğurlu olsun bu layihə. Çünki rəqabət kifayət qədər çoxdur regionda, yəni digər ölkələrdə falan. Yəni niyə məhz bizi seçmədilər, onları yoxdur və biz yeni yaranırıq. Ona görə yəni kifayət qədər üstümüzdə yaxşı işləyirik və ümid edirik ki, elə Azərbaycan tarixində uğurlu bir arbitraj mərkəzi nümunəsi olar. İnşallah. Mənə maraqlıdır ki, əgər məsələn bu sən dedin deyə sual gəldi ki, regionda bunu yaxşı eləyə bilən hansısa nümunələr var bizə qonşu olan ölkələrdən ki, arbitraj belə deyək də sistemin artıq müəyyən qədər otuzdurublar və ya o yolda yaxşı irəliləyirlər deyə biləcəyin? Bəli, mən əvvəlcə istəyirəm ki, elə öz oxuduğum yerdən başlayım İsveçdən və onu Azərbaycanla müqayisə edəcəm. Sonra isə regiona keçəcəm. Misal üçün İsveç də Azərbaycan kimi 10 milyonluq bir ölkədir. Düzdür, daha belə qədim tarix falan var institut və bu Stockholm Arbitraj İnstitutu 1917-ci ildir, yəni 100 ildən artıqdır, artıq fəaliyyət göstərir. Amma yəni misal üçün ora şərq və qərb həmişə arbitraj mərkəzi adlanır ki, misal üçün indi biraz yox, amma 2022-ci ilə kimi, yəni bu İsveçin NATO-ya girməyinə kimi bir növ İsveç bilirsiniz ki, heç vaxt NATO üzv olma və neytral idi. Ona görə də həmişə soyuq müharibə vaxtı da olsun, yəni bu kommunist blokdakı ölkələrin kommersiya subyektləri və ya dövlət subyektləri olsun və bu Amerika blokundakı ölkələr həmişə onların neytral groundu Stockholm sayılır deyə. Stockholmda misal üçün çox balaca bir şəhər olmağına baxmayaraq, Stockholm bu dəqiqə arbitraj volümuna görə dünyada 6-cı, 7-ci yerdə falandır. Yəni per capita məncə kifayət qədər yaxşıdır. Məsələn, birinci yerdə London, Paris, amma bunlar çox böyük şəhərlərdir, megapolislərdir. Yəni öz həcmə görə mən düşünürəm ki, ona görə Azərbaycanda bir növ bu kəsişmədə yerləşir. Bu kəsişmədə yerləşən ölkələr arasındakı arbitrajda
yaxşı ola bilər. Regionda uğurlu nümunələrə gəldikcə, məsəl üçün qardaş ölkədə İSTAK deyə bir qurum var, İstanbul Arbitraj Mərkəzi və məncə bu kifayət qədər ildən ilə uğur qazanır və kifayət qədər innovativ işlər edirlər. Məsəl üçün onu deyə bilərəm ki, İSTAK-da və dünya hətta bir çox aparıcı arbitraj institutları yoxdur. Məsəl üçün arbitrajda arbitraj agreement deyə bir şey var. Normalda hər institutun öz arbitration agreementi var. Yəni model arbitration agreement ki, belə yazın ki, heç bir problem olmasın. İSTAK-da artıq yəni süni intellekt tətbiq ediblər ora. Siz öz disputunuzun bir növ mahiyyətini yazırsınız və sizin mahiyyətə uyğun sizə özəl arbitration agreement çıxardır, necə eləmək istəyirsiniz. Yəni belə arbitraj institutunun uğurlu olması üçün həm də ki, innovativ şeylər etmək lazımdır. İnnovativ qurumlar gətirmək lazımdır ora. Və o tərəfdən də yəni İSTAK kifayət qədər uğurludur və biz də düşünürük ki, yəni mən düşünürəm ki, biz demək düzgün olmaz. Yəni əgər biz də Bakı Arbitraj Mərkəzində kifayət qədər innovativ və kreativ və özümüzü yaxşı göstərə bilsək, onda region ölkələr arasında, yəni Xəzər dənizinin bu tayı və o tayı arasında bir növ bu dispute resolution, yəni alternativ mübahisənin həlli hub'ı ola bilərik. Əla. Mən istərdim ki, indi biraz girişdə danışdığımız nöqtəyə qayıdaq və məsələn 8, 9, 10-da, 11-də oxuyan və hüquq oxuma planı olan bir şagird və ya ailəsi bizi izləyirsə, siz artıq bunun həm bakalavr, həm magistr yolunu belə deyək, ilkin fazada bitirmiş biri olaraq, məsələn, məncə filan şey yaxşı ki elədim, məncə buna fikir versinlər deyəcəyiniz bir neçə nüans bölüşsəniz ki, buradan çoxlu fərqli maraqlı nöqtələrə toxunduq, amma o uşaqlar ki, hələ hüquq təhsilinə başlamayıblar, amma planları odur, arzuları odur, belə deyək. Harda oxuya bilərlər, nələrə fikir versinlər, qəbula qədər, qəbul vaxtı, biraz istəyərdim onu bölüşəsiniz, o təcrübənizi. Deməli, əvvəlcə ondan başlayayım ki, yəni müsahibənin əvvəlində də qeyd etdiyim kimi, əgər, yəni bu mənim şəxsi düşüncəmdir, yəni əgər sırf Azərbaycan Respublikasında hüquqla məşğul olmaq istəyirsinizsə, yəni bakalavrı Azərbaycan Respublikasında oxumanız sizi daha işinizi daha rahat edər, daha yaxşı olar, daha işiniz qat-qat daha rahat olar. Və mən düşünürəm ki, yəni artıq yəni əvvəlki kimi deyil. Məsəl üçün mənim öz qardaşım bilirəm ki, artıq məncə Azərbaycanda da kifayət qədər bu yəni ekstrakurikulyar aktivitetlərlə məşğul olmaq olur. Yəni dərsdən kənar fəaliyyət. Bəli, ELS olsun, beynəlxalq müsahibələr olsun, elə bu GESAP, Vismut kimi və ya mənim qardaşım tutaq ki, Bakı dövlətin tələbə hüquq jurnalının sədridir. Yəni kifayət qədər çox şeylər var. Yəni hətta adaya getsəniz, adada da biraz kifayət qədər çox şeylər Adam Hüquq Fakültəsində. Amma xaricdə yaşamaq istəsəniz də məncə əsas ingilis dilinizi inkişaf elətdirin. Çünki çox vacibdir ingilis dili və ya ölkədə oxuyanda ölkənin yerli dilini yaxşı bilin. Məsəl üçün mən türkcə oxudum, amma mən birinci sinifdən türk məktəbində oxumuşam. Mənə çox çətin gəlmədi. Amma məsəl üçün mənim türkcə hüquqda oxuyan elə Azərbaycanlı dostlarım oldu ki, çətinlik çəkdilər. Düzdür, Azərbaycanda hamı deyir türk dili bilirik falan, amma yəni akademik səviyyədə çox az adam bilir. Məncə serial türkcəsini bilirik. Bəli, yəni artıq hüquq oxumağa başlayanda və bunu deyim ki, yəni Türkiyənin hüquq dili kifayət qədər ağır dildir. Çünki məsələn bizdə daha çox rus terminləri, beynəlxalq terminlərdir hüquqda və yerli termin. Türkiyədə daha çox ərəb, fars mənşəli terminlər kifayət qədər çoxdur və bir növ bu ağırlaşdı. Yəni o hüquq oxumağa getdiyiniz dili yaxşı bilin. Yəni hansı dildə oxuyacaqsınız. Yəni çünki doğrudan sonra çətinlik çəkə bilərsiniz. Bir də yəni müsahibənin əvvəlində qeyd etdiyim kimi fərqi yoxdur harda hüquq oxuyursunuz. Yəni çalışın ki ekstrakurikular, yəni bu dərsdən kənar bu fəaliyyətlər olsun, internshiplər olsun, beynəlxalq və yerli yarışlar olsun. Bunlara kifayət qədər çox qatılın. Çünki bu sizin gələcək karyeranızda kömək edəcək. Və həmçinin networking qurmağa da, yəni bir növ doğrudan onlar çox vacibdir. Yəni sırf universitet dərs oxumaqla yaxşı networking qura bilmirsiniz. Çünki gələcəkdə yaxşı iş yerlərində işləməyə də kömək olur bunlar. Təşəkkür edirəm Əjdər. Çox sağ ol ətraflı fikirlərini bölüşdüyün üçün. Səni artıq 2 təhsil dərəcəsini bitirdikdən sonra görmək və səninlə birlikdə bir çəkiliş eləmək çox xoş oldu. Sənə yeni başladığın karyera dönəmində bol uğurlar arzulayıram. Ümid edirəm ki, indiki anda Bakı Arbitraj Mərkəzində və digər karyera yolunda bol uğurlar qazanarsan. Çox sağ ol.